Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkətuhu. İnşallah bugünkü videomda Mürşid Yusufoğlu'nun mənə gətirdiyi texniki irada cavab vermək istəyirəm. Mürşid Yusufoğlu, sizin mənə gətirdiyiniz irad 1-ci Maide surəsinin 3-cü ayəsində idi ki, mən orada ayəni əzbərimdən dediyim üçün ayələrin sözlərin yerini qarışdırmışdım. Ayənin əsli isə bu cür nədir ki, Bismillahirrahmanirrahim. El-yevme ekmeltu lekum dinukum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam'e dine. Ayənin əsli bu cür nədir? Mən orada əzbər dediyimə görə, bəs əsasında dediyimə görə orada texniki səhv eləmişəm. Aydın. İkinci gətirdiyiniz irad isə Əsma binti Əbu Bəkir idi ki, Əsma Əbu Bəkirin qızı olduğu təqdirdə mən onu Muhammed sallallahu aleyhi və səlləmin qızı kimi təqdim etmişəm. Bu da texniki bir xəta idi, səhv idi. Yəni bunu təqdim etdiniz, gözəl, əla, amma mövzunu təqdim etmədiniz. Məsələ budur, problem budur. Çünki mən sizə mövzu təqdim etmişəm. Siz mənə mütə nicahı ilə üstümə gəldiniz. Mən mütə nicahını cavablandırdım. Ona görə Əsma məsələsini gətirmişdim ortaya ki, ey Mürşid Yusufoğlu, sən və sənin ətrafın mütə nicahını qəbul etmədiniz təqdirdə sizin sahabələriniz, hətta Əsma binti Əbu Bəkir də mütə nicahında övlad dünyaya gətirib, həmənki övlad da olub səhabə və sər və ilaxır. Siz o mövzuya cavab vermədiniz. Sadəcə, Sabah sən burada binti Əbu Bəkir dedin, orada ama Muhammed sallallahu aleyhi və səlləmin adını çəkdin. Sən burada el-yevme ekmeltu falan dedin, amma bu belə deyil falandır. Yaxşı, bildim, başa düşdüm, amma mövzunu təqdim elədi, mən mövzuma cavab ver. Necə ki, mən sizdən kitab səhvi tutanda, filan kitab filan kəsin deyil də, filan kəsindir deyəndə, onun da aydınlığını gətirdim ki, ümumən o kitabı qəbul etməyən, o kitabı zəif görən alimlərimiz var, filan alimlərdir. Bitdi məsələ. Şübhə gətirmişsən, şübhəvə cavab vermişəm. Xətavı tutmuşam, sonra şübhəvə cavab gətirmişəm. Amma sən nə edirsən? Sən xətanı tutursan, amma cavab vermirsən. Bu cəmiyyət, bu kütlə cavab istəyir, cavab. Başda da mən olmaq şərti ilə, Mürşid Yusufoğlu. Bu cəmiyyət cavab istəyir. Sən cavab vercinən. Ortaya dərs qoy, dəlil qoy ortaya. Hələ də 4-5 dənə video çəkilib, hələ də mənzilət hədisinə cavab gəlmir. Hanı mənzilət hədisinin cavabı? Hardadır o? Ona cavab vercinən. Amma elə bir cavab vercinən ki, əvvəlki cavabların kimi bu cavabı da təzən sənə qaytarmayayım. Texniki səhv tutursan, yaxşı eləyirsən, tut cinən. Amma olmasın mövzuya da cavab vercinən. Bu bir sizə yoxşayır. Elə bil ki, mənim bəhsimə qulaq asır, cavabıma qulaq asır. Və mənim cavabıma bir cavab olmur deyə, qalır fikirləşir ki, mən buna nəsə cavab verməliyəm axı. Neyim? Bu texniki səhvlərlə deyim, söhbət öldü. Bu belə deyil. Bu məsələ belə deyil. Yəni, mövzu belə işləmir. Aydın? Mənim danışıq tərzimi ilişirsən, nə bilim. İstəyirsən, öz şəklimi göndərim sənə, saç düzünmə deyiş. Sabah sən niyə dırnağın bu cür nədir? Sabah sən niyə qaşın belədir? Sabah sən niyə danışıq tərzin belədir? Yəni, bu deyil, Mürşid. Bu deyil. Biz özümüzə müzakirə etmirik. Yəni, siz halbuki etiqad etdiyiniz Peyğəmbər xətaykar Peyğəmbərdir. Bunu belə etiqad edirsiniz, məsum kimi qəbul etmirsiniz. Yəni, sən Peyğəmbəriniz, Quran deyir ki, Allah Teala deyir ki, Peyğəmbər bəşəriyyətin nümunədir, mömin insanların nümunədir. Nümunədən xəta tutan siz, gəlmişsiniz, məndən mi xəta tutmaq istəyirsiniz? Zaten mən xətaykaram da. Biz şəxslərə müzakirə etmirik. Şəxslər mənə aid deyil, şəxslər mənə maraqlı deyil. Mən sizdən irad tutsam, sizə 100 vərəqli dəftər lazım olsun ki, hər tərəfini yazım ki, sizin filan xətalarınız var. Yəni, mən xəta tutan deyiləm. Mən əqidə məsələsini danışıram. Məsələ əqidədəndir. Siz kitaba əqidədən girmişdiniz, əqidədən cavab verin. Öz texniki xətanız mənə maraqlı deyil. Mənə lazım da deyil. Amma məsələ əqidədir. Əqidəyə cavab ver. Sizdən əqidədən cavab gözləyirəm. Qaldı ki, Qurana
oxuyanda xəta. Mən sizə bir dənə Kəbə imamını qoyuram, namaz qılarkən xəta eləmişdi. Yəni bu qlobal bir məsələ deyil. Yəni hər 2 gündən bir Kəbə imamları texniki xəta edirlər. Yəni normal bir şeydir bu. İnsanlıq halıdır. Əzbər demişdim, kitabdan oxumamışdım. Kitabdan oxumamışdım. Məsələ budur. Ayə bu cürnətdə zaten Əl-yevmə əkməltu ləkum dinukum və ətməmtu aleykum ni'məti və rədiyytu ləkumul İsləmə dinə. Hə, bundan da irad tutdu. Neyse. Yəni siz həqiqətən çox zəif oldunuz bu səfər. Zaten zəif idiniz, amma bu cürdə texniki səhvlər tutaraq mövzuya cavab verməyərək kimin elmi nə səviyyədədir? Zaten ortalıqdadır. Və aleyküməssələm və rəhmətullahi və bərəkətuhu.